Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bugün tərbiyə və dəyərlər verilişinin qonağı klinik psixoloq Aysel Sərkərlidir. Aysel xanım, xoş gəlmisiniz verilişimizə. Xoş gördük Gülmərə xanım. Siz özünüzü təqdim edin, tamaşaçılar, izləyicilərimiz də sizi tanısın yaxından. Mən Aysel Sərkarlı, klinik psixoloq, disleksiya müdaxilə proqramı üzrə uzman, 13 ildən artıqdır ki, psixologiya sahəsində fəaliyyət göstərirəm. Əla. Bugün Aysel xanımla maraqlı bir dialoqumuz olacaq. Bilirsiniz ki, bizim verilişimizin məqsədi əsasən tərbiyəçilərə, valideynlərə, müəllimlərə dəstək məqsədi ilə çəkilir. Bugün bizim söhbətimiz Aysel xanımla uşaqların psixologiyası, uşaqların tərbiyəsi, onların tərbiyəsində qarşılaşdığımız problemlər və onların həlli barəsində olacaq. Aysel xanım, ilk sualım sizə. Müasir dövrdə uşaqlarda ən çox qarşılaşdığımız problemlər haqqında qısa olaraq nə deyə bilərsiniz? Müasir dövrdə uşaqların psixoloji problemləri daha çox artıbdır. Bunlardan ilk növbədə gələn şikayətlər əsasında ümumiləşdirim deyim ki, diqqət pozğunluğu və konsentrasiyada müəllimlərin, valideynlərin ən çox şikayət elədiyi mövzulardan biridir ki, uşaqlar dərsdə diqqətini yığa bilmir və yaxud da oyunda diqqətini yığa bilmirlər, tez sıxılırlar. İkinci bir əsas problemlərimizdən biri uşaqlarda qorxu, emosional asılılıqlar. Uşaqlar qaranlıqda tək yatmaq istəmir, valideynlərindən asılı vəziyyətdə olur. Daha bir bizi çox narahat edən problemlərdən biri texnologiya asılılığıdır, telefon, televizor, planşet. Bu da gətirib uşaqlarda sosial fobiya, ünsiyyət çətinliyinə gətirib çıxarır. Bunların hamısını birlikdə toparlasaq, uşaqlarda bu indiki dövrdə yaranan daha çox problemlər psixoloji problemlərdir. Bunların da hər birinin ayrı-ayrılıqda həllərini irəliyən dəqiqələrdə izah edəcəyik. Aysel xanım, necə düşünürsünüz? Bizim şagirdə tərif deməyimiz ona motivasiya verər, yoxsa daha aqressiv hala gətirər? Bu əslində həmin tərifi uşağın şəxsiyyətinə mi deyirik, yoxsa davranışına mı deyirik? Bu incə məqama diqqət eləməliyik. Çünki əgər uşağın şəxsiyyətinə fərqi yoxdur şagirdin, valideyn evdə də övladına, əgər onun şəxsiyyətinə səndən yoxdur, sən bir dənəsən, sən hər kəsdən ağıllısan şəklində deyilirsə, bu artıq uşaqda müəyyən problemlərin yaranmağına səbəb olacaq. Bu daha çox onun şəxsiyyətinə qibdəyə bənzəyir. Bu da onun əslində boş egonusunun qaldırmağına səbəb olacaqdır. Amma biz onun davranışını tərifləsək, afərin, çox çalışdın, buna görə də bugün uğur qazandın, afərin, bu işi səbirlə yerinə yetirdin. Burada artıq tərif ona həm daxili motivasiya verəcəkdir, həm də övladımızın emosional duyğu durumunu idarə eləməyinə, gələcəkdə stresslərin qarşısında durmağına, səbirli olmağı öyrənməyinə kömək eləyəcəkdir. Yəni buna görə də istər valideynlər, istər müəllimlər tərifi deyərkən baxmalıdırlar. Uşağın, yenə deyirəm, şəxsiyyətinə yox, hərəkətinə. Eyni zamanda o tənqidi də bu şəkildə yanaşmalıyıq. Yəni sən pis uşaqsan şəklində demək artıq onun şəxsiyyətinə toxunuruq. Bu həmin uşağı daha da aqressivləşdirəcəkdir. Amma sən yaxşı uşaqsan, sən yaxşı şagirdsən, amma bu gün etdiyin davranış mənim xoşuma gəlmədi. Əslində bu şəkildə deyəndə biz onun şəxsiyyətinə toxunmuruq deyə həm övladımızla, həm şagirdimizlə münasibətlərimizdə mənfilik yaranmır. Eyni zamanda da biz onların davranışlarını da doğru formada korreksiya etmiş oluruq. Aysel xanım, ilk sualım sizə birinci o oldu ki, müasir dövrdə uşaqların tərbiyəsində ən çox qarşılaşdığımız problemlər və siz orada qeyd etdiniz ki, texnologiyanın inkişafı. Müasir dövrdə texnologiyanın inkişafında, məsələn, biz uşaqlarda ən çox hansı problemləri görə bilərik? Baxın, baxır yenə texnologiyaya hansı tərəfdən yanaşmağımıza. Burada yük yenə valideynlərin üzərinə düşür. Əslində, nəzarətdə saxlaya bilsək, texnologiyanın inkişafı uşaq üçün müsbət təsirləri çoxdur. Məsələn, uşağın dünya görüşünün artırılmasına səbəb olur. Girir, internetdən axtarır, müəyyən mədəniyyətlər öyrənir, müəyyən ölkələri tanıyır. Digər tərəfdən onun dünya görüşünün artmasına kömək eləyir. Başqa bir tərəfdən dərsini araşdırmağa, öyrənməyə, öyrənməni və araşdırmağı sevməyinə kömək eləyir. Amma nəzarətdə saxlamayacaqsa, məsələn, uşaq interaktiv oyunlar oynayırsa, bu onun məntiqinin artmasına kömək eləyəcək. Yox, əgər aqressiv tipli oyunlar oynayırsa, bu onun aqressivləşməsinə, dostları ilə münasibətinin korlanmasına səbəb olacaqdır. Eyni zamanda limit olmalıdırmı, Aysel əlbəttə, xanım? mütləq şəkildə ümumiyyətlə biz 2 yaşına qədər uşaqları ekrandan uzaq tutmağı məsləhət görürük, tövsiyə görürük. Hətta qadağa qoyuruq belə deyək. Çünki uşaqlarda nitq problemlərinin yaranmasına səbəb olacaq. Çünki ekran qarşısında olan uşaq bir tərəfli ünsiyyətdə olur. Yalnız dinləyir, cavab qaytarmır, analiz sintez qabiliyyəti getmir və müasir dövrdə əslində nitq problemlərinin yaranmasının səbəblərinin əsas səbəblərindən biri budur.
3 yaşından 6 yaşına qədər olan uşaqlara maksimum 30 dəqiqə, 6-12 yaş arası uşaqlara maksimum 1 saat, 12 yaşından yuxarı uşaqlara maksimum 2 saat icazə verilir. Amma yenə deyirəm, valideyn nəzarəti altında. Hətta yaxşı olar ki, valideyn övladı ilə bir yerdə orada müəyyən araşdırmalar aparsın, interaktiv oyunları bir yerdə baxsınlar, müəyyən araşdırmalar. Məsələn, gəl Türkiyə haqqında bir araşdırma edək. Baxaq orada hansı bölgələr var, hansı dəniz var. Həm uşağın dünya görüşünü artırırıq, həm coğrafiya öyrənməsinə kömək eləyirik, həm öyrənməyə öyrədirik uşağımıza. Bu şəkildə müsbətdir. Yox, nəzarətsiz verəcəksə, diqqət və konsentrasiya pozğunluğu, aqressiv uşaqlar, sosial fobiyası olan uşaqlar, ünsiyyət çətinliyi olan uşaqların yaranmasına kömək etmiş olacaq. Eyni zamanda da qaranlıq dönəmdə ekran sürəsi olan uşaqların melatonin hormonunun ifrazı azalır deyə yuxusuzluq probleminə, bu da digər problemlərin yaranmasına səbəb olur. Aha. Aysel xanım, həm tərbiyəçilərin, həm müəllimlərin, bununla bərabər valideynlərin ən böyük problemi müasir dövrdə uşaqların həddindən artıq aqressiv olması. Bəlkə əvvəlki dövrlərdə də bu daha çox idi, amma onda uşaqların həm öz yoldaşları ilə həyətdə bir yerdə oynaması, daha özgüvənli şəkildə valideynin övladını rahat buraxması ola bilərdi ki, bu problemləri biz daha az görərdik, amma müasir dövrdə vəziyyət artıq başqa cürdür və uşaq daha çox valideynlə ünsiyyətdə olur və daha çox müəllimlə ünsiyyətdə olur məktəbdə. Bəs aqressiv şagirdlərlə biz nə edə bilərik? Aqressiv uşaqlarla nə edə bilərik? Necə müəyyən edə bilərik ki, onların aqressivliyinin səbəbi nədir? Baxın, son zamanlarda çap olunan məqalə var. Aparılan təcrübələr əsasında körpəlikdən valideyn tərəfindən qadağa qoyulmayan, sərhəd qoyulmayan uşaqlar irəliki dövrlərdə aqressiv uşaqlara çevrilirlər. Səbəb nədir? O uşaqlar stresə davamsız olurlar, o uşaqlar yox sözü eşitmir, o uşaqların hər istədiyi anda olur deyə gələcəkdə o uşaqlar cəmiyyətə çıxanda evdə valideyn tərəfindən qarşılanan hər bir şey, məktəbdə müəllim tərəfindən, dostları tərəfindən qarşılaşa bilmir deyə bu uşaqlar aqressiv olurlar. Buna görə də biz ilk öncə ailədən başlamalıyıq. Uşaqlarımıza sərhəd qoymağı öyrətməliyik. Yəni sən bunu istəyirsən, mən anlayıram, amma bu istədiyini sənə bir gün sonra verə bilərəm. Bir həftə sonra verə bilərəm. Razılaşmasalar? Razılaşmasalar da biz onu müəyyən davranış cədvəlləri ilə, müəyyən şərtlərlə, amma şərtləri uşağa hiss elətdirməyəcək şəkildə qoymaqla, müəyyən seçimlər verməklə həll edə bilirik. Bəzən valideynlər deyir ki, uşaqlara seçim versək, o uşaqlar daha, belə deyim, üzr istəyirəm, qudurğan olacaqlar, daha öz sözlərini keçirməyə çalışacaqlar. Tam tərsinə seçim verəndə uşaqlar o seçimi özləri etmiş kimi hiss edirlər deyə aqressiya nümayiş elətdirmirlər. Məsələn, 2 paltar qoyuruq önünə, hansını istəyirsənsə geyə bilərsən. Əslində bu onun həm məsuliyyətini artırır, həm seçim imkanı verir, həm də aqressiyasını sakitləşdirməyinə kömək eləyir və duyğusunu ifadə etməyə kömək eləyir. Əslində aqressiv uşaq pis uşaq deyil. Uşaq aqressivdirsə, onun o davranışın altında yatan səbəb var. O səbəbi aydınlaşdırmalıyıq mütləq və bəzən uşaq aqressiyanı ona görə edir ki, onun diqqətə, sevgiyə, qayğıya ehtiyacı var. Ola bilər sinifdə uşaq aqressiyanı nümayiş elətdirir, çünki sinif yoldaşları onunla dostluq eləmir. Müəllimin diqqətindən kənar qalıbdır, müəllimin diqqətini çəkmək istəyir və yaxud da evdə hər hansı bir narahatçılığı var, onu sinifdə göstərir və ümumiyyətlə uşaqlar aqressiyanı evdə öyrənirlər valideynlərindən. Ona görə də valideynlər emosional stabil, yetkin valideyn olmalıdır ki, öz emosiyalarını idarə edə bilən valideyn uşağına onu da öyrətməyə idarə eləyəcək. Məktəbdə biz nə edirik? Həmin şagirddən xahiş edirik ki, duyğularını ifadə eləsin. Sən indi nə hiss eləyirsən? Məsələn, tamam 3 aldın, gəl bir bunu araşdıraq. Bu dəfə belə oldu, gələn dəfə üzərində çox çalışarıq, düzəldə bilərik. Sinif yoldaşlarından xahiş eləyə bilərik, yaxşı oxuyan sinif yoldaşlarından sənə dəstək olsun, bu mövzunu bir daha sənə izah eləsin. Evdə valideynlərimiz nə edə bilər? Gəl, istəyirsən otaqda sakitləşmək və yaxud da həyətə düşüb hava alaq, daha sonra bu mövzunu səndən müzakirə eləyək. Anlayıram, valideynlər də streslidir, gərgindir, amma gələcəyə daha stabil uşaqlar böyütmək üçün biz özümüzdən birinci başlaymalıyıq.
başlamalıyıq və evdə münaqişələr olanda, natamam ailələrdə, boşanmış ailələrdə, münaqişələr daha çox olan ailələrdə uşaqlar aqressiv Daha böyür. çox Çünki problemlə rastlaşırıq. bəli, çünki onlar düşünür ki, bu normal davranışdır və onu sinifdə, cəmiyyətdə nümayiş elətdirmək olar. Bu cəhətdən yanaşsaq, aqressiv uşaqları da ələ almaq mümkündür. Yəni hər bir uşağın sakit, sevgi dili ilə ələ almaq olar. Sevgi uşaqları pozmur, nə də tərbiyəsiz eləmir. Tam tərsinə, o uşaqların cəmiyyətə daha yaxşı adaptasiya olub, fikirlərini ifadə etməyə dəstək olur. Biz nə deyirik? Oğlan uşağı ağlamaz, sakit dur. Oğlan uşağı Etdiyimiz səhvlər. bəli və yaxud da deyirik ki, böyük danışanda uşaq susar. Nə deyirik? Sən duyğularını ifadə eləmə, sən fikrini bildirmə. Sonra böyüyəndə də deyirik ki, sən niyə belə özünə qapanıqsan? Sən axı niyə belə aqressivsən? Axı duyğularını vaxtında ifadə eləməyə qoymamışıq. Hamısı bunlardan qaynaqlanır. Bunlara nəzarət etsək, özümüzün davranışlarımıza nəzarət etsək, aqressiv uşaqlarla qarşılaşmarıq. Aysel xanım, mənim özümü də düşündürən bir sual var və inanıram ki, ekran qarşısında əyləşən, hal-hazırda bizi izləyən hər kəsə bu maraqlıdır. Bəzən biz yaxşı valideyn olmaq üçün, övladımız üçün hər şey etməyə çalışırıq. Və yaxud da bəzən etməyəndə özümüzü bir qədər yetərsiz hiss edirik. Bəlkə mən yaxşı ana deyiləm və yaxud da bəlkə mən yaxşı ata deyiləm deyə düşünür valideynlərimiz. Sizcə uşağın yerinə hər bir işi özümüz etməliyik? Yəni hər işdə övladımızın biz yanında olmalıyıqmı? Baxır, övladımızın yanında necə oluruq? Fiziki mi oluruq, yoxsa ona güvən verən arxa dayaq mənasında mı oluruq? Əgər biz onun yerinə hər işi etmiş olsaq, gələcəyə özgüvənsiz, özünə bacarığı olmayan uşaq yetişdirmiş olacaq. Yaxşı olar ki, hər bir uşağa öz yaşına uyğun məsuliyyət verək. Məsələn, adi 2 yaşlı uşaq oyuncağını tökür, oynayırsa, gəl bunu bir yerdə yığaq. Buradan başlamalıyıq. Məktəb sumkasını özü yığmalıdır. Ən azından yığa bilmirsə, məsələn, söhbət məktəbə qədər 5 yaşlı, 1-ci, 2-ci sinif uşaqlarından gedir. Ana onu çağırmalıdır. Yoxsa hazır sumkanı yığdıq, qoyduq ora, götür, dərsə get, bu şəkildə olmaz. Otağının səlqəsinə nəzarət etməlidir. Yeməyini özü yeməlidir. Bu da uşaq yaşlarından başlayır. Biz nə edirik? Ev dağılmasın, tökülməsin deyə tez-tez uşağı özümüz yedirdirik. Əslində həm onun motorikasının inkişafına mane oluruq, həm onun analiz, tez öyrənmə qabiliyyətinə mane oluruq. Həm də gələcəkdə uşaq deyir ki, ey ana, mən yorulmuşam, özün elə. Və yaxud da ana, mənim corabım hardadır? Tez gedib tapıb veririk. Hara qoymusan orada? Neynirik? Məsuliyyət yüklüyürük ki, sabah gələndə əşyalarını yerinə qoy ki, özün də götürə biləsən. Həm buna məsuliyyətli olmağı öyrədirik, həm də öz işlərini görə bilən, özünün belə deyim, vəzifələrini yerinə yetirə bilən uşaqlar daha özgüvənli uşaq olur. Onlar cəmiyyətdə, sinifdə də özünü təqdim edə bilir, özünü apara bilir, məsuliyyətini götürə bilir. Biz neynirik? Hələ uşaq tutaq ki, 2 gündən sonra hansısa bir çətinliklə qarşılaşacaq. Biz artıq o çətinliyi aradan qaldırırıq. Bəli, hətta o uşaqların bundan xəbəri olmur. Hətta araşdırmalar göstərib ki, xarici ölkələrdə çox varlı ailələrin uşaqları müəyyən bir yaş dönəmindən sonra intihar eləyirlər. Və orada məktubda yazır ki, bu həyatda maraqlı bir şeylər tapa bilmədim. Baxım, o biri dünyada nə var. Niyə? Çünki onların hər istədiyi şey anında qarşısına gəlir. Onlar nəyisə araşdırım, axtarım, mübarizə aparım, bu şeylərlə çalışmırlar, çabalamırlar deyə onlara maraqsız gəlir. Fikir versəniz, biz bir məqsəd qoyuruq qarşımıza və o məqsədə çatmaq üçün mübarizə aparırıq. Əslində bizi həyatda maraqlı edən, yaşadan bunlardır. Düşdüyümüz çətinlikləri aşmağımız, övladımıza da bunları öyrətməliyik. Mənə elə gəlir ki, çox bağlıyıq. Əslində biz özümüzün travmalarımızı uşaqlara yaşatmamaq üçün onların çətinliklərinin qarşısını almağa çalışırıq, amma bununla övladımızı cəmiyyətə adaptasiya eləmirik. Yəni sabah o mən indi varam, ona kömək eləyirəm. Sabah cəmiyyətdə, sinifdə mən onun yanında oturmayacağam. Universitetdə mən onun yanında oturmayacağam. Küçədə hansısa bir çətinliklə üzləşəndə mən onun yanında olmayacağam. Birinci özgüvənini zədələmiş Təbii oluruq. ki, həm özgüvənini, həm öz dəyərini zədələmiş oluruq, həm də uşaq mən nəyi necə edim? Yəni problemin həlli yöntəmini bilmir. Uşaq o çətinliklə qarşılaşanda problem var, mən bu problemi həll etməliyəm. Əslində bayaq dediyimiz o aqressiv uşaqlar da buradan yaranır. Biz onlara problemi həll etmə yolunu öyrənməyə imkan vermirik deyə onlar vurur, tökür, qırır, ağlayaraq bunu həll etməyə çalışırlar. Ona görə də yaxşı olar ki,
eybi yox, səhv eləsin. Əslində səhv eləyən uşaq heç bir şey etməyən uşaqdan daha yaxşıdır. Çünki səhv edərək öyrənir, təcrübə qazanır. Ona görə də səhv etsin. Biz gələn dəfə o səhvi ona izah edək. Növbəti dəfə daha düzgün eləyəcək. Gələn dəfə daha yaxşı bir şəkildə edəcəkdir. Bununla onun həm özgüvəni qalxacaq, həm öz dəyəri qalxacaqdır, həm məsuliyyətini anlayacaqdır, həm də bizim o alqışladığımız başqalarının uşağı kimi olmağı bacaracaqlar. Müqayisə etmək, Bəli, yersiz müqayisə etmək. Təbii ki. Aysel xanım, çox gözəl bir məqama toxundunuz. Dediniz ki, uşaq səhv etməlidir. Bəzən ilk dəfə işə qəbul olan müəllimlərimiz var və yaxud da ilk dəfə övladı olan analar, təcrübəsiz analarımız var. İlk səhv addımda necə yanaşmalıyıq? Biz qışqıraraq, bağıraraq, uşağa cəza verərək, dur küncdə get, sinifdən çıx, otaqdan çıx. Bu şəkildə Cəza heç olmazmı? Cəzanın yöntəmləri var. İndi onlara da toxunarıq. Təbii ki, cəza veririk, amma bu fiziki yox, psixoloji yox, müəyyən çərçivə daxilində. Necə edirik? Birinci biz özümüz sakit olmalıyıq. Çünki uşaq qışqırırsa, mən də qışqırıramsa, orada situasiya getdikcə ciddiləşəcəkdir və qarşımızdakı kiçik şəxsiyyətə travma vermiş olacaq. Və yaxud da mən bütün sinifin önündə uşağı tənqid edirəmsə, hətta təhqir edirəmsə, mən o şəxsiyyətini alçatmış olacağam və mütləq şəkildə bu hansısa dönəmdə fırlanıb mənim özümə geri qayıdacaq, müəllim olaraq, valideyn olaraq. Ona görə də səs tonumuzu aşağı salaraq ilk öncə onun etdiyi davranışın yanlış olduğunu, səhv olduğunu ona izah edirik. Sən pis şagird deyilsən, sən pis uşaq deyilsən, mən səni çox istəyirəm, mənim üçün dəyərlisən, amma etdiyin davranış səhvdir, etdiyin davranış yanlışdır və uşaq nəyi etməməlidir ona deyirik, amma nəyi etməli olduğunu demirik. Bu səhvi etdin. Məsələn, oyuncağı vurdun və qırdın. Bu yanlış bir davranışdır. O zaman oyunda gəl biraz fasilə verək. Daha sonra gəl bir sən nəyi səhv etdin, onu səndən aydınlaşdıraq. Gəl sonra bu oyuncağı necə düzəldə bilərik, bunu araşdıraq və onu düzəltməyə cəhd eləyək. Və yaxud da sən sinifdə dərs vaxtı danışdın. İlk öncə bir araşdıraq, niyə danışdı? Bəlkə ruçkaya ehtiyacı var, bəlkə kitab istəyir. Sadəcə olaraq bunlardan kənar bir şeydirsə, sinif qaydalarına zidd olduğunu təkrar xatırladırıq. Əgər aydın deyilsə, o zaman müəyyən qadağalar qoyuruq. Məsələn, dərsdən uzaqlaşdırma verə bilərik 10 dəqiqə. Amma bunu elə verməliyik ki, uşaq orada nə yaxşı, mən burada dərsdən uzaqlaşım, gedim, gəzim şəklində olmamalıdır. Həqiqətən orada uşaq səhvini anlasın və o dərsə yenidən qayıtmaq üçün cəhd eləsin. Yəni bu şəkildə verməliyik. Və yaxud da tutaq ki, uşaq səhv eləyibdir, ana qışqırır, vurur. Yox, ən azı bir uşaq da 2 dəfə, 3 dəfə eyni şeyi ona izah etmək məcburiyyətində qala bilərik. Sonra otaqda keç, əyləş, səhvini düşün. Yaşına uyğun olaraq 5 yaşı varsa 5 dəqiqə, 7 yaşı varsa 7 dəqiqə. Daha sonra biz onunla eyni göz hizasına otururuq. Diqqətlə onun gözünün içinə baxaraq səhvini anladınmı? Danışdırırıq onu. Daha sonra əgər üzr istəməlidirsə, üzrünü istəyir. Amma baxın, üzr istəməyi biz o uşağa səhv bir şey kimi anlatmamalıyıq. Əslində üzr istəmək böyüklükdür. Sən səhvini başa düşdün, anladın şəklində izah etməliyik və daha sonra biz onun bu hərəkətindən ona qarşı sevgimizin azalmadığını göstərməliyik. Yəni uşaq o sevginin şərtli olduğunu anlamasın. Sevgimiz ona qarşı şərtsizdir. Yəni nə olur olsun biz onun yanındayıq. Güvəndəyik. Bəli, güvəndəyik. Sən nə etsən də mən sənin yanındayam, dəstəkləyəcəm səni. Amma səhvini anlayıb oradan nəticə çıxartmalısan ki, irəlidə daha böyük səhvlərə yol verməyəsən. Yəni bunu övladımıza hiss etdirməliyik və yenə vurğulayıram, qəti şəkildə şəxsiyyətini alçatmırıq. Mən səni çox sevirəm, sən mənim əziz şagirdimsən, sən mənim dəyərli övladımsan, amma bu hərəkətin çox səhv hərəkətdir, çox yanlış hərəkətdir. Nəticəni ona izah eləyirik, səhvin nəticəsini və ondan sonra yenidən davam eləyirik dərsimizə və yaxud da ailədəki münasibətimizə. Aysel xanım, bir valideyn olaraq bu mənim üçün də maraqlıdır. Yəqin izləyicilərimiz üçün də maraqlı olacaq. Nəyə görə övladlarımız öz valideynlərinə hər hansı bir problemi gəlib danışa bilmirlər? Başqaları hər kəs bilir, amma valideyn ən sonda bilir. Və yaxud da elə valideyn var ki, hətta bizim öz müəllimlərimizin içində ola bilər, tərbiyəçilərin içində olur. Deyir, vallah biz döymürük, vurmuruq, amma yenə də övladımız gəlib problemini bizimlə bölüşmür, qaçır, utanır.
Demək ki, orada valideynlə övlad arasında emosional kontakt, emosional bağ doğru qurulmayıbdır. Biz deyirik ki, övladlarınızla dost olun, bu da yanlış anlaşılır. Dost olun deyəndə övladla valideyn arasında sanki sinif yoldaşı, sanki dostuymuş kimi münasibət olur. Bu da doğru deyil. Sərhəd olmalıdır, amma sərhəd elə bir şəkildə olmalıdır ki, övlad səhvini də, düzünü də valideynə danışa bilsin. Məsələn, hər hansı bir səhvə yol verdisə, gəlib onu mənə danışırsa, dayan sənin canını alacağam. Görərsən sən evə gedək. Bu şəkildə yox. Yaxşı ki, ilk mənə dedin. Düzdür, səhv hərəkət eləmsən, amma bir çıxış yolu səninlə bərabər tapmağa çalışarıq. Güvənini qazanmalıyıq övladımızın. Bu hissə çox maraqlıdır. Güvənini qazanmalıyıq. Mütləq, çünki niyə gəlib danışmır? Demək ki, o yoldaşları, dostları, digər müəllimləri onun güvənini daha çox qazanıbdır. Məndən daha çox qazanıb ki, onlara danışır. O qorxur ki, mən onu anlamaram. Və bir də bizim valideynlər günahlandıraraq dinləyir uşağını. Ayıb olsun sənə, sən necə böyük səhv elədin, sən məni utandırdın. Sən dili ilə danışır. Sən elədin. Neynirik? Təhdid eləyirik. Sən belə elədin. Halbuki öz uşaqlığımız yadımıza düşmüş. Təbii ki, mən dili ilə danışsaq, yəni yenə bayaqki məsələ, sənin etdiyin hərəkət yanlışdır. Məsələn, sənin etdiyin bu hərəkət məni incitdi. Neynədim? Emosional olaraq ona bir günahkarlıq hiss elətdirdim, amma tənqid etmirəm ki, təhqir etmirəm ki, amma yenə nə deyirəm? Eybi yox. Bunu da həll edərik. Bir yolunu taparıq. Anlayıram. Mən sənin keçirdiyin hissləri də dərk eləyirəm. Başa düşürəm. Əslində empatiya qurmalıyıq. Özümüz də vaxtı ikən uşaq olmuşuq. Bizim də valideynlərimizin bizə yanaşma tərzini nəzərə alsaq, eyni şeyləri övladımıza tətbiq etməməliyik. Yəni məsələn mənim valideynim məni çox döyübsə, mən özümdən asılı olmadan eyni şeyi övladıma tətbiq eləyə bilirəm. Bunu etməməliyəm. Onu anlamağa çalışmalıyam. Amma yaşadıqlarımızı yaşatmayaq. Təbii ki, bilirsiniz bu köhnə əsgər, yeni əsgər, mən danlanmışam, döyülmüşəmsə sən də bunu yaşamalısan. Xeyr, elə deyil. Mən onu anlayışla izah etməliyəm, amma mən valideyn çərçivəsindən də çıxmamaq şərti ilə. Yəni məsələn, bəzən valideynlər övladı ilə çox əl-qol zarafatları eləyirlər, çox o zarafat çərçivəsini keçirlər. Bu şəkildə yox. Yəni sən hər şeyini mənə anlada bilərsən, mən sənin yanındayam, sənə dəstəyəm, amma mənlə də çox o sərhəddi keçmək olmaz. Çünki onda uşaq mənə hörmət eləməyəcək, məni ciddiyə almayacaq, sabah mənim ona dediklərimə də əməl eləməyəcəkdir. Yəni bu balansı mütləq şəkildə qorumağı bacarmalıyıq. Bəli. Aysel xanım, mənə maraqlıdır ki, hansı halda valideyn psixoloqa müraciət eləməlidir və yaxud da müəllim şagirdi barədə hansı hallarda psixoloqla əməkdaşlıq etməlidir? Yəni hər bir valideyn bu gün psixoloqla əlaqə saxlaya bilərmi, yoxsa necə? Baxın, adətən biz özümüz belə, məsələn, mən mütəxəssisəm, amma mənim övladlarım bəzən məni dinləmirlər. Çünki onlar məni ana rolunda görürlər. Mütəxəssis kimi qəbul etməkləri biraz zaman alacaq bir şeydir və yaxud da ola bilər ki, ümumiyyətlə qəbul etməzlər. Mən onların anasıyam. Yəni mütəxəssis olsaq belə biz özümüz də uşaq psixoloqlarına, məsələn, mən yeniyetmə və böyüklərlə işləyirəm, uşaq psixoloqlarına müraciət edirəm. O zaman müraciət edirəm ki, baxıram ki, mənim uşaqlarımın davranışları normal çərçivəni artıq keçir. Məsələn, aqressiya, hər hansı bir hərəkət oldu, uşağım oyuncağı qırdı, sakitləşmir. Sakitləşmə dönəmi uzanır. Həftədə artıq demək olar ki, hər gün təkrar olunur. Həftədə 3-4 dəfə təkrar olunur və yaxud da mənim övladım telefondan o qədər asılıdır ki, artıq yemək vaxtını unudub, yatmaq vaxtını unudub, məni qəti şəkildə dinləmir. Və yaxud da mən görürəm ki, bizim hər birimizin bildiyi orta məktəblərdə bu dəqiqə ən böyük problemlərimizdən biri. Mənim övladım dərsə konsentrasiya ola bilmir, dərs oxuya bilmir. Dərs oxutmağa otururam, su gedim içim, bir dənə çay içim, bir dənə nəfəs alım, fikrini dərsə yığa bilmir. Və yaxud da disleksiya problemi. Mən baxıram ki, uşağım nə qədər çalışırsa da oxuyub sinif yoldaşlarına çata bilmir. Yəni, çox sadə zaman ayırsaq, diqqət eləsək, əslində özümüz fərqinə vararıq ki, harada müraciət etməliyik. Və yaxud da mənim uşağımın 2 yaşı var, mənim uşağımın nitqində söz yoxdur. Və yaxud da 2 sözdən ibarət cümlələr artıq ən azından deməlidir, amma demir. Və yaxud da mənim uşağım barmağı ilə göstərir, deyərək nəsə istəyirsə, bu artıq siqnaldır. Və yaxud da müəllimlər, sinifdə uşaq adaptasiya ola bilmir.
otura bilmir və yaxud da sinif yoldaşları ilə tez-tez münaqişələri düşürsə, artıq psixoloqa müraciət olunmalıdır. Məktəb psixoloqları onsuz da tez-tez siniflərə daxil olur, ibtidai siniflərdə müşahidələrini aparır, amma ola bilər ki, onlar gəldiyi an şahid olmasınlar. Mən nədənsə şübhələnirəmsə, mütləq valideynlə və psixoloqla işbirliyinə bir müəllim olaraq keçməliyəm. Və yaxud da ola bilər ki, uşaqlar hiperaktiv olsunlar. Ola bilər ki, deyəndə hal-hazırda sinifin 90% hiperaktiv uşaqlardan ibarətdir. Dinamik şagirdlər. Bəli. Oturmur. Məsələn, 10 dəqiqədən artıq otura bilmirsə, artıq psixoloqa müraciət eləməliyik. Və yaxud da tez-tez sinif yoldaşları ilə dediyim kimi münaqişə baxın, sözlü münaqişədən söhbət getmir. Orada onsuz da hər kəs eyni yaşdadır, hər kəs özünü təsdiq etməyə çalışır, özünü göstərməyə çalışır, amma artıq əlbəyaxa münaqişələrin sayı çoxdursa, eyni uşaqla dəfələrlə mübahisələr yaranırsa, mütləq valideyn və psixoloq işbirliyinə keçməlidir. Aysel xanım, son olaraq bizim valideynlərimizə, müəllimlərimizə, uşaq tərbiyəsi ilə məşğul olan hər kəsə nə demək istəyirsiniz? Uşaq ağ kağızdır. Biz ora nə yazacağıqsa, gələcəkdə onunla da qarşılaşacağıq. İlk öncə onu vurğulayım ki, ailədə valideynlər. Baxın, uşaqlar bizim dediklərimizi yox, etdiklərimizi edirlər. Xüsusən də oğlan uşaqları atalarını kamera kimi çəkirlər. Yaddaşlarına, şuurlarına, şuur atlarına qeyd edirlər və çox vaxt onların eynisi olurlar. Ona görə də ilk öncə evdə atalar davranışlarına nəzarət eləməlidirlər. Həm xanımları ilə, həm övladları ilə, həm öz valideynləri ilə. Çünki onun demək olar ki, 90% eynisini yetişdiririk. Digər halda ana. Ana aqressiv olanda biz gələcəyə aqressiv, dözümsüz, emosional partlayışlara hazır olan uşaqlar böyüdürük. Bunlar nəzərə alınmalıdır. Ona görə də ilk öncə valideynlər özlərini emosional stabil, yetişmiş şəkildə tərbiyələndirməlidirlər ki, uşaqlar da o şəkildə böyüdə bilsinlər. Müəllimlər isə, mən belə deyim də, müəllim bizim bütün dünyaya açılan pəncərəmizdir. Müəllimlər maksimum dərəcədə əlindən gələn hər şeyi edirlər ki, sinifdəki şagirdlərini vətənə, millətə doğru şəkildə böyütsünlər. Amma burada valideynlərin işbirliyi daha yaxşı olmalıdır müəllimlərlə. Həm də müəllimin yanaşma tərzini düzgün şəkildə anlamaq lazımdır. Bəzən valideynlər elə düşünürlər ki, müəllim onun övladından şikayət edirsə, onun övladını sevmir və yaxud da ayrı seçkilik edir. Belə deyil. Çünki biz sinifdə o uşağın davranışını müşahidə edə bilmirik. Müəllim müşahidə edir. Ona görə də üçüncü bir şəxs kimi uşağımıza kənardan müşahidə edib, onun davranışlarını belə deyim, analiz edib o şəkildə yanaşsaq daha yaxşı olar. Unutmayaq ki, valideyn olaraq biz təkcə özümüzə yox, cəmiyyətə övlad yetişdiririk, sabahın atasını, anasını yetişdiririk. Ona görə də sabah əziyyət çəkmək istəmiriksə, bugün övladlarımıza daha doğru, daha düzgün, daha stabil, daha sakit yanaşmağı bacarmalıyıq. Və sonda bir şey də vurğulayım ki, bizim bütün fizioloji sağlamlığımız mental, psixoloji sağlamlığımızdan asılıdır. Ona görə də psixoloji sağlam uşaq böyütmək gələcəkdə sağlam şəxsiyyət böyütməyə bərabərdir. Aysel xanım, çox sağ olun. Mənə elə gəlir ki, bizim söhbətimiz hər kəs üçün yararlı olacaq. İnşallah. 2 ildir sizi tanıyıram bir psixoloq kimi və ən çətin günlərimdə yanımızda olmusunuz. Ümumiyyətlə, tək öz adıma demirəm. Hər zaman hansısa bir tələbəmin və yaxud da hansısa bir şagirdimin bir problemi olanda ilk müraciət etdiyim insan siz olmusunuz. Çox sağ olun ki, bu yolda da bizi tək qoymadınız. Dəyərli fikirlərinizi bizimlə bölüşdünüz. Minnətdarım, çox sağ olun. Belə əziz izləyicilər, verilişimiz sona çatdı. Növbəti verilişlərdə görüşənədək sağ olun.